Bu tretий раз здесь. Üçüncü dəfədir gəlirlər və bizim proqramımızda da iştirak ediblər. Какие улучшения? Расскажите нам. После второго раза, ну, когда мы уже приехали домой, соответственно, каждый раз ждем, что появится новое, что плохое уходит. Biz deməli ikinci dəfə artıq bura gələndən sonra artıq yenilikləri hiss etdik və hər dəfə gələndən sonra evə qayıdanda biz yaxşı nələrsə var, onları görmək istəyirik övladımızda və bunları da görürlər. Görməsələr üçüncü dəfə Azərbaycana gəlməzdilər. Хочу начать с того, это, наверное, очень для меня важное было такое изменение. Думаю, мамы мальчиков, аутистов меня поймут, что значит для мальчика с аутизмом постричь волосы машинкой, которая гудит, мало того, звук, и плюс того, что волосы спадают, это тактильное неприятное ощущение. Вы сами сделаете? Это, наверное, от 3 лет до теперешнего времени для него постричься это был просто ад. Он постоянно кричал, до нас даже приходили соседи, что мы делаем ребенку, ну что случилось. Deməli, uşağın 7 yaşı var, deyir mən indi deyəcəyim bu məsələ o uşaqların ki, oğlan uşaqlarıdır və autizm simptomlarını özündə daşıyır, o uşaqların valideynləri məni çox gözəl başa düşəcək. Biz bu uşağın saçını kəsə bilmirdik və saçı uzanırdı da uşağın, özü də oğlan uşağıdır. Hətta deyir, elə məqam gəlib çatırdı ki, biz uşağın saçını kəsmək istəyəndə evdə o qədər hay-küy yaranırdı ki, qonşular deyir, dəhşətə gəlirdilər ki, görəsən biz evdə uşağa neynirik? Yəni evdə, bizim evimizdə nə baş verir ki, belə hay-küy, belə qışqırtı var, belə çığırtı var, amma deyir, biz uşağın ancaq saçını kəsmək istəyirdik. Yadınızdadırsa, bizim Ukraynadan gələn Viktorun qızı, o papağını başından çıxartmırdı və neçə il papağı başında saxlamışdı Yelena xanım? Hardasa 3 il, 4 il. 3 il, 4 il uşaq papağı başından çıxartmırdı. Təsəvvür edirsiniz, uşağın papağını başından çıxardanda bu böyük bir faciə baş verirdi də, yadınızdadır. Və onun atası, bax burada bizim studiyamızda dedi ki, biz Bakıya gələndən sonra, mərkəzdə müalicə alandan sonra, hətta parkı da mənə demişdi. Deməli, Filarmoniyanın arxasındakı park var, bağ, gözəl bağ. Dedi ki, Bakı və o park dedi bizim xatirimizdə əbədi qalacaq. Çünki deyir ilk dəfə mənim qızım o parkda papağı başından çıxartdı və Bakıda və bir də o papağı deyir başına qoymadı. Bu bilirsiniz bir ata üçün nə böyük sevinci idi. Продолжайте, пожалуйста. Ну, речь о том, что пойти в парикмахерскую, даже не было такой речи. Мы всегда, когда проходили возле парикмахерской, и там гудела эта машинка, мы пробегали просто. Он до такой степени боялся. Aha, deməli deyir ki, biz deyir, hardakı deyir, parikmahерская nədir Azərbaycanca? Bərbər. Deməli, bərbərin deyir, önündən keçəndə deyir, uşaq oradakı o maşınkanın, aparatın deyir, səsini, ümumiyyətlə qayçını, onlarını görəndə deyir, qışqırdığına görə biz deyir, bərbərin qarşısından tez ötüb keçirdik ki, uşaq oranı görməsin. Дома, чтобы мы его постригли, но это, соответственно, нужно было делать. Это не раз в месяц, как нормально, а делали где-то раз в 3 месяца, когда уже очень длинные волосы были. У вас есть двое человек, второй ребенок есть у вас? Да, старший. Нас двое человек держало его, двое человек, и я его стригла. При этом он кричал до такой степени, что он был весь мокрый и синий от крика. Demək, əziz tamaşaçılarımız deyir ki, biz adətən deyir, uşaqların saçını bir aydan bir kəsmək lazımdır. Uşağın saçı da tez uzanır axı. Biz deyir, 3 aya qədər saxlayırdı uşağın saçını və bərbərə aparmaq mümkün deyil. Və evdə deyir, uşağın saçını kəsmək üçün də kimsə deyir, onun qollarını möhkəm-möhkəm tutmalıydı ki, mən onun saçını kəsim və o dərəcədə deyir, qışqırırdı ki, uşaq deyir, bütün deyir, suyun içində olurdu da uşaq deyir. Когда мы приехали после второго курса, естественно, я очень надеялась, что уже как-то эта проблема пройдет. Ну и когда мы приехали домой, я думаю, попробую его подстричь. Ага, и? Он видит машинку, нет, начинает плакать. Я думаю, ну все, ну капец. А потом я говорю, ну присядь, пожалуйста, попробуем. Он садится, я ему одеваю этот, и он сидит молча без крика, без плача, просто сидел и ждал, когда его достригу. От этого времени у нас стрижки раз в месяц, без ничего. Я говорю, что пошли подстричься, уже даже последний раз мы были в парикмахерской. Это уже удача, это уже удача. Я думаю, мамы мальчиков меня поймут, потому что это реально, это очень большая проблема, подстричь ребенка с аутизмом машинкой.
памперсах? Нет, Уже он нет? давно без памперса. Это еще после первого курса было. Он ночью просыпается сам, в туалет ходит сам. У нас нет вообще этих проблем с памперсом. А раньше была такая проблема? Когда мы ехали сюда на первый курс, он ночью был в памперсе, потому что он ночью не чувствовал, что хочет в туалет. Сейчас он просыпается, если хочет ночью в туалет, и идет в туалет. Davam edirik. Əziz tamaşaçılarımız, Yelena xanım istəyirdim ki, bizim valideynimiz, əziz tamaşaçılarımız, valideyniniz Polşadan gəlib, amma əslən Ukraynalıdır və 7 yaşında bir oğlu var. Artıq 3-cü dəfədir Bakıya müalicəyə gəlirlər. 3-cü kurs müalicədən sonra xeyli irəliləyişləri var, o irəliləyişləri bizə sadaladı. Еще какие улучшения? Yenə sadalasın bizim Также üçün. он стал намного лучше кататься на самокате. Мы уже учились до этого, но для него это было, поначалу это было нереально, он не умел отталкиваться ногой. Потом он уже катался, ну то есть он не видел перед собой преград. Я его должна была держать за капюшон, потому что если, например, там бордюр, он не видит, что там бордюр, или там столб, он не замечает, что перед ним столб. Aha, deməli, bizim deyir, növbəti bir irəliləyişimiz ondan ibarətdir ki, bu uşaq, samakat nədir Vəfa xanım? Deməli, uşaqlar ayaqlarında belə var, əziz tamaşaçılarımız, uşaqlar indi bir çoxu, bəli, uşaqlar daha çox sevirlər, əlləri ilə tuturlar belə, iki təkərlidir belə, müasir deyək də, velosipetin bir növüdür daha. Deyir ki, deməli, uşaq artıq özü onu idarə eləməyə başlayıb. Əvvəl deyir, məsəl üçün, mən onun çiynindən tuturdum, çünki o yerə baxırdı və irəlini görmürdü. Əgər orada bir, deyək ki, bir yeniş varsa, bir piləkən varsa, oradan gedib yıxıla bilərdi. Amma indi belə deyil. İndi artıq özü irəliyə də baxır və ayağını da hərəkət etdirə bilir. Он уже нормально сам ездит, я его уже не держу, то есть я не боюсь, что он там упадет или что он, если видит уже, например, конец бордюра, он переходит, останавливается, переходит и едет dальше. Artıq deyir, mən rahatam, çünki deyir, uşaq artıq irəlidə bir maniyə varsa, bir piləkən varsa, bir eniş varsa, yoxuş varsa, artıq özü dayanır və mən də rahatlıqla onu seyr edirəm.